Well, Lord, thank you so much for this time together. Gəlin birlikdə dua edək. Ya Rəbb, biz bu müştərək vaxtımıza görə sənə minnətdarıq. And we pray that you would anoint our time together in the scripture. Və xahiş edirik ki, bizim müqəddəs yazıda keçirəcəyimiz vaxtımızı məhs edəsən. And bring a great joy and liberty into our souls as we search the scriptures. Və müqəddəs yazını araşdırdıqca xahiş edirik bizim qəlblərimizə sevinç və azadlıq gətirəsən. We thank you in Jesus' name. Biz İsa Məsihin adı ilə şükür edib minnətdarlığımızı bildiririk. Amen. Amin. Amin. So we're in 2 Timothy chapter 2. Beləliklə biz Timotey 2-ci məktub 2-ci fəsildəyik. And look, we're going to begin, I think, right around verse 20. Biz 20-ci bənddən başlayacağıq bugün. And I think it's important to kind of refresh ourselves because in this second chapter of Paul's second letter to Timothy, Və düşən biraz özümüzü təravətləndirək. Timotey 2-ci məktubunda Həvari Paul müəyyən bir şeyləri qeyd edir burada. Paul is explaining what a pastor is and what a pastor does. O, pastorun kimliyini və pastorun nə etməli olduğunu burada təsvir edir. But these principles are not just for pastors because the same principles apply to all believers. Amma bu prinsiplər yalnız pastorlar üçün deyil, amma bütün imanlara şamil olunan prinsiplərdir. And Paul outlines 7 different pictures of the Christian minister. Və Həvari Paul Xristian xidmətçinin 7 fərqli xüsusiyyətlərini burada vurğulayır. And as the second chapter begins, he says that the Christian is a steward of what has been entrusted to him by God. Və ikinci fəslin başlanğıcında deməli xidmətçi bu bir təsərrüfatçıdır ki, Tanrının ona həvalə etdiyi şeylərin idarə etməlidir. Next, in verses 3 and 4 of the second chapter, the Christian is a soldier. Növbəti bəndlərdə 3 və 4-cü bəndlərdə xidmətçi, xristian bu əskərdir. In verse 5, the Christian is an athlete. 5-ci bənddə xristian bu bir idmançıdır. In verses 6 through 7, the Christian is a farmer. Və 6-7-ci bəndlərdə xristian bu bir əkinçidir ya fermerdir. In verses 14 through 18, the Christian is a workman. 14 və 18-ci bəndlərdə xristian bu işçidir. And then in verses 19 through 22, the Christian is a vessel. Və 19-cu bənddən 22-ci bəndə kimi parçada xristian bu bir saxsı qabdır. And he closes the second chapter by reminding us that the Christian is a servant. Və ikinci fəsli bu fikirlə Həvari Paul bitirir ki, xristian bu bir xidmətçidir. So we'll focus today on the Christian is a vessel. Və bugünkü dərsimizdə biz xristianın saxsı qab olduğuna baxacağıq. So verse 20 reads this way: Now in a great house there are not only vessels of gold and silver, but also of wood and clay. Burada deyilir ki, böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, amma həmçinin taxta və gil qablar da var. Now, the great house that Paul speaks of here is the church. Burada Həvari Paulun böyük bir ev deyəndə bu ev əslində kilsədir. And it's important, I think, for us to remember that the great house is made up of professing Christians and those that are genuinely born of God. Və yadda saxlamalıyıq ki, böyük bir ev deyiləndə vacib məqam odur ki, o evin içində həm özlərini xristian adlandıran adamlar var, bir də həqiqətən xristian olanlar da orada yığılır. In the verse before verse 20, Paul wrote and said that the foundation of God stands sure. Və bundan bir bənd əvvəldə Həvari Paul deyir ki, Tanrının təməli çox əminli şəkildə durur. The house of God is safe and it's secure. Tanrının evi mühafizəlidir və möhkəmdir. The foundation is Jesus Christ himself. Və onun təməli də İsa Məsihin özüdür. Paul wrote to the Corinthians and said, "For other foundation cannot be laid other than that which is Christ Jesus." Paul Korinflərə məktubunda yazır ki, İsa Məsihdən başqa hər hansı bir təməl orada o evin altına qoyula bilməz.
And it says, Paul also writes in that 19th verse that there is a seal. God has placed a seal upon his house. Eləcə də 19-cu bənddə Paul deyir ki, Tanrı bu evin üzərinə öz möhürünü də qoyub. And you may recall that when the government of Rome placed a seal on something, no one would dare to break it. Əgər yadınıza düşürsə, Roma hakimiyyətini yadımıza salsaq, orada Roma hakimiyyətinin möhürü hara qoyularsa, o möhür əsla qırıla bilməzdi. After the death of Christ, Jesus was buried in a borrowed tomb, and the government of Rome sealed that tomb. İsa Məsih çarmıxa çəkilib öldürüləndən sonra onun bədənini bir mağaraya qoydular və mağaranın da üzərinə daş yuvarladılar, daşın da üzərinə möhür vurdu Roma hakimiyyəti. To break that seal would mean certain death by Rome. Və o möhürü kim qırardısa, Roma hakimiyyəti tərəfindən edam edilərdi. But we know that because of the resurrection of Christ, that seal was broken. Amma biz bilirik ki, İsa Məsihin ölülərdən dirilməsi məqsədi ilə həmin o möhür qırıldı. And God, of course, can break the seal, but in this case, God seals his church, the foundation of it. Və təbii ki, Tanrı hər hansı bir möhürü qırmağa qadirdir. Amma bizim bu halda Tanrı özü öz kilsəsinin üzərinə təməlini, öz möhürünü qoyub. So this whole idea of the church being made up of people who profess to know Christ and those who actually do has been a troublesome problem for many believers. Və bir çox imanlar üçün bu fikir ki, böyük bir evdə həm özünü adlandıran xristianlar var, həm də həqiqətən əsl xristianlar var. Bu fikir bir çoxlarını narahat edib və bir çoxlarına mübahisə yaradan bir fikirlər yaradıb. Many believers say, well, how can I know those in our church that are truly saved as opposed to those who are not? Bəzi imanlar deyir ki, biz hardan bilək ki, kilsəmizdə hansı imanlılar həqiqətən imanlıdır, hansılardır ki, sadəcə özlərini xristian adlandırır, amma əslində xristian deyillər. It sounds a lot like the parable of the wheat and the tares. Bu daha çox bu məsələ oxşayır ki, harda İsa Məsih buğda və dələcələrdən danışır. And Jesus told that parable to his disciples and said that when men slept, the enemy came in and sowed tares among the wheat. Və İsa Məsih bu məsələ şagirdlərinə danışanda deyir ki, əkinçi gedib yatanda düşmən gəldi və buğda əkilmiş tarlaya dələcələr əkdi, səpdi. And the wheat and the tares, they grow up together and they look so much alike. Və buğda ilə dələcə birlikdə böyüdükcə sümbülləri bir-birinə çox oxşardır. Jesus' disciples said, well, that's an easy problem to solve. We'll just take out the tares and leave the wheat. Və şagirdlər deyir ki, əşi bu məsələni həll etməyə nə var ki? Gedək və o tarladan dəlicələri qoparaq ki, yalnız buğdanın sümbülləri qalsın. But Jesus said you can't do that because in attempting to do that, you will be removing some of the wheat. Amma isə deyir ki, yox, siz bunu belə edə bilməzsiniz. Çünki dəlicələri qoparmağa çalışdığınız halda bəzən buğdaları da qırmış ola bilərsiniz. We will have to wait, Jesus said, until the day when all of them will be put into the threshing floor and then God himself will separate them. Və ona görə biz gözləməliyik ta o vaxta qədər ki, onların hamısı böyüyəcək və onlar gedəcək ambara ki, oradan artıq sortlaşdırılaraq dəlicələrlə buğdalar o vaxt ayrılacaq. And the real comfort are the words that Paul wrote when he said, the Lord knows them that are his. Və bizə təsəlli verən Paulo məktublarında fikir odur ki, o deyir, Rəbb özünkülərini tanıyır. Yeah, he's actually quoting from Numbers chapter 16, where Moses said those words. Əslində Paul Sayılar kitabı 16-cı fəsildə Musanın dediyi sözləri istinad edərək qeyd edir. It's interesting because from God's perspective, those that are called, those are the ones that are chosen by God. Bilirsiniz, Tanrının perspektivindən baxsaq, o kəslər kim ki Tanrı tərəfindən çağırılıb, hələ onlar da Tanrı tərəfindən seçiliblər. From man's point of view, it's important that everyone that names the name of Christ should depart from iniquity. İnsan nöqteyi nəzərindənsə, hər kimsə ki İsa Məsihin adını iqrar edir, o özünü pislikdən və ya şərdən ayırmalıdır.
It's God's way of saying true believers will separate themselves from the rest of the world. Bu Tanrının sözü ilə desək, təbii ki, həqiqi imanlı özünü öz seçimi ilə dünyadan ayırmalıdır. They will live separate, sanctified lives because they have been called and chosen by God. Tanrı tərəfindən çağırılmış və seçilmiş olduqlarına görə onlar öz seçimi ilə bu dünyadan özlərini ayıracaqlar ki, təqdis olunsunlar. And the interesting thing is that those that are chosen by God will always gravitate towards others that are chosen by God. Və maraqlı bir şey odur ki, Tanrı tərəfindən çağırılıb və seçilmişlər, onlar hansısa bir ruhani bağlarla digər seçilmiş imanlara tərəf yönələcəklər, birləşəcəklər. In Numbers chapter 16, where Paul quotes Moses here, Sayılar kitabı 16-cı fəsildə dediyimiz kimi Musanın sözlərini Paul sitat gətirir. God warned the people of Israel to get away from the tents of Korah and Və the rebels in their midst. Tanrı öz xalqına xəbərdarlıq edir ki, İsrail xalqı Qoranın, deməli, çadırlarından özlərini uzaq saxlasınlar, şəhərdən uzaq dursun. This is an interesting way of saying it, but the elect of God will demonstrate their election by their godly lives. Və bu maraqlıdır bunu belə desək ki, Tanrının seçilmişləri öz seçilmiş olduqları statuslarını öz həyat tərzlərinin nümunəsi ilə göstərmiş olacaqlar. I think that just makes sense to us as believers. Düşünürəm biz bir imanlı kimi bunu ağla batan fikir kimi tuta bilirik. There are no legal demands placed upon us to live godly lives. Bizim mömin həyat yaşamağımız üçün bizə hansısa bir legalistik, qanunbaz qaydalar qoyulmayıb üzərimizə. In other words, our eternal salvation doesn't come with a condition, which is if you do not live a godly life, you will forfeit your eternal salvation. Başqa sözlə deyə bilərik ki, bizim əbədi xilas mövqeyimiz hansısa bir şərtlər əsasında deyil ki, əgər biz mömin həyat yaşamasaq, onda bu əbədi həyat xilas hədiyyəsi bizdən götürülə bilər. What God says is, because you are born of the Spirit, you will live godly, separate lives. Tanrı deyir ki, sən yenidən doğulduğuna görə, müqəddəs ruhdan doğulduğuna görə sən indi Tanrı üçün ayrılmış bir vəziyyətdə həyat yaşayacaqsan. There is a lot of talk in churches today about the perseverance of the saints. Bugün bir çox kilsələrdə çoxlu danışıqlar var ki, necə müqəddəslər, yəni imanlılar çox məqsədyönlü bir addımlar atmalı və həyat yaşamalıdırlar. But I think a careful study of the Bible does not magnify the perseverance of the saints, it magnifies the preservation of the saints. Amma düşünürəm ki, müqəddəs yazını biz deməli səliqəli şəkildə araşdırsaq, onda görəcəyik ki, imanların payına düşən onların zorla özlərini mömin həyata yaşamaq məcburiyyəti yoxdur. Amma onlar çağırılıblar ki, onlara verilmiş həyatda qorunub saxlanılsınlar. Those that are truly born of God are kept by the power of God. Tanrı tərəfindən həqiqətən doğulmuş imanlılar, onlar özləri Tanrı tərəfindən də qorunub saxlanılırlar. And it's wonderful to think that every day we wake up, Və maraqlıdır düşünəndə ki, hər gün yuxudan oyanırıq. we are not living under a legal principle that says I must live a godly life. Biz hansısa bir bu qanun prinsipi əsasında yaşamırıq ki, bu prinsip desin ki, yox bax, bu gün sən mütləq mömin həyat yaşamaq məcburiyyətindəsən. We wake up every day with a new nature that says I want to live a godly life. Biz hər səhər yuxudan oyananda biz yeni təbiətdə oyanırıq ki, o yeni təbiət də deyir ki, mən Tanrı üçün həyatımı yaşamaq istəyirəm. It's evidence of the fact that we are truly born of God and we belong to him. Və bizim bu Tanrıdan doğulmağımız və Tanrıya mənsub olmağımızın da məhz bu sübutudur. So many people, they struggle about this whole idea of being chosen by God and being the elect of God. Bir çox insanlar, imanlılar narahat olurlar və mübahisələrə daxil olurlar o mövzuda ki, necə olur ki, Tanrı insanları seçib və bu insanlar seçilmiş həyatda nə cür hərəkət etməlidirlər?
I look at it in a very simple way. Like I walk through a gate, and the sign on the gate says, "Whosoever will may come." Mhm. Mən buna çox sadə bir illüstrasiya kimi baxıram ki, adam yolla keçir və bir darvaza görür və darvazanın üzərində yazılıb: "Hər kimsə seçsə ki, içəri girsin, xilas olacaq." And I say to myself, "Oh, that offer is presented to me. I will walk through that gate." Və mən də bunu görüb deyirəm, aha, bu təklif mənə də aiddir, çünki mən də hər kimsəyə aidəm. Ona görə mən seçirəm ki, içəri girim. And then when I walk through the gate, on the other side of the gate, there is a sign that says, "Chosen before the foundation of the world." Və sonra o darvazadan içəri girəndən sonra girib arxaya baxıb o darvazanın o bir tərəfindən görəm yazılıb ki, dünya yaranmamışdan qabaq sən artıq seçilmişdin. So when someone says, "Well, did you choose God or did God choose you?" Və kimsə soruşanda ki, görəsən Tanrı səni seçib, yoxsa sən Tanrını seçmisən? I just say, "I chose God and God chose me." Mən deyirəm, mən Tanrını seçdim, Tanrı da məni seçdi. So back to the text, Paul Və says, "In the great house of God, there is a solid foundation." qayıdaq mətnimizə və burada deyilir ki, böyük bir evdə möhkəm təmələ malik olan bir ev var. And it also, this great house of God is sealed by God. Yəni bu böyük bir evin möhkəm təməli var və eləcə də o möhürlənib. And in this great house, there are all kinds of vessels, various, vessels of different kinds. Və bu böyük bir evdə fərqli cür və xüsusiyyətli qablar var. And the vessels exist in the house to perform household functions. Və bu qabların da evdə olmasının məqsədi ev məişətdə istifadə olunmaq məqsədidir. And the two categories of utensils are those of honor, silver and gold, and those of dishonor, wood and clay. Və bu qablar iki kateqoriyaya bölünür: şərəfli və şərəfsiz. Və şərəflilər qızıl və gümüşdən olan qablardır, şərəfsiz isə taxta və gil qablardır. Now, the distinction of those vessels is not a distinction between different kinds of Christians. Və bu qabların səciyyəvi olması, yəni fərqləri xristianlar arasında fərqlər demək deyil. It's more of a distinction between the true teachers of the Word of God and the false teachers of the Word of God. Burada daha çox fərq Tanrı sözünü həqiqi yolla öyrədənlər və Tanrı sözünü yanlış yolla öyrədənlər arasında fərqə aiddir. He mentions those false teachers earlier in this second chapter, verses 16 through 18. Paul bu yanlış və ya yalançı təlimçiləri 16-18-ci bəndlərdə 2-ci fəsildə qeyd eləyir. And he's writing to Timothy and saying, a faithful pastor is like a gold or silver vessel that brings honor to Christ. Və Paul Timoteyə deyir ki, bilirsən, sadiq pastor bu həmin o böyük bir evdə qızıl və gümüşdən ibarət olan qablardır ki, öz sahibinə şərəf gətirirlər. I think that's the wonderful thing about men of God that are raised up as these kinds of vessels in the house of God. Və mən düşünürəm ki, bu böyük bir şərəfdir və xeyir-duadır Tanrının böyük bir evində bu cür qablar kimi yetişdirilmiş insan olasan. You know that you're in the right church for your life when the preacher exalts Christ. Və sən o vaxt bilirsən ki, sən düzgün yerli kilsədəsən, nə vaxt ki, o kilsədə vaiz İsa Məsihi ucaldır. And exalts who he is and exalts the work that he's accomplished and preaches the finished work of Christ. İsa Məsihin kimliyini ucaldır, onun gördüyü işi ucaldır və bitirilmiş işə dayanır. If you're in a church where you become the object and the focus of the preacher's message, that's going to cause great trouble and heartache. Əgər sən elə bir yerli kilsədəsən ki, harda vaizin vəzi, sözünün məqsədi sənə tuşlanıb, səni bir obyekt kimi istifadə edib, sənin nümunəndə nələrsə danışır, onda gec-tez həmin o kilsədə sənin problemlərin olacaq. Paul said, we preach not ourselves, but Christ Jesus the Lord. Həvari Paul deyir ki, biz özümüzü vəz etmirik, amma Rəbbimiz İsa Məsihi vəz edirik. And preaching that focuses on who we are
is not gospel preaching. Və bizim özümüzün kimliyinə əsaslanan vəz bu müjdənin vəzi deyil. But preaching that honors Christ and exalts who he is and what he's done draws our hearts to who God is. İsa Məsihə şərəf gətirən, onun kimliyini və nə etdiyini ucaldan vəzlər nəticəsində biz eşidənlər Tanrının kimliyinə, İsa Məsihə yaxınlaşmış oluruq. There's something beautiful and honorable that God gives to those who faithfully feed the flock of God. Tanrının həvalə etdiyi sürünü sədaqətlə otaran, qidalandıran, qarşısına qalan xidmətçilərə Tanrı heyrətamiz bir şərəf verir, onlara ehtiram göstərir. False teachers are not valuable. They are like vessels of wood and clay. Yalançı təlimçilərin isə dəyəri yoxdur. Onlar bu gil və burada və taxtadan düzəldilmiş qablara bənzədilir. And they don't survive the test of fire. Və alovla sınaqlar gələndə onlar bu sınağa dözə bilmirlər. It's kind of interesting because Paul is writing to Timothy, and Timothy's name was made up of two Greek words which meant God honoring. Deməli və bu maraqlıdır ki, bunu Paul Timoteyə deyir və Timoteyin öz adında da iki söz birləşməsi nəticəsində bu ad yaranıb və bu ad sözlər də Tanrıya ehtiram göstərmə fikrini daşıyır. The teachers that preach Christ and him crucified are God honoring preachers and teachers. O vaizlər ki, İsa Məsihi və çarmıxa çəkilmiş İsa Məsihi ucaldırlar, onlar Tanrı tərəfindən etimada və ehtirama nail olunmuş vaizlərdir. And Paul is encouraging young Timothy to separate himself from these false teachers. Və Paul da cavan, gənc Timoteyə xəbərdarlıq edir ki, özünü yalançı təlimlərdən uzaq saxlasın. Because again, nothing can help to ruin a church more quickly than false teaching within the church. Çünki əgər kilsədə yalançı təlim yayılırsa, yalançı təlimlərin nəticəsində kilsə çox tez bir zaman kəsiyində darmadağın olunacaq. You know, when you think about it, if you ask believers this question, Və fikirləşsəz bunu və xristianlara sual versəz. and the question is, you know, what is potentially more dangerous, bad behavior or bad teaching? Sual versəz ki, ən böyük təhlükə kilsə üçün nə ola bilər? Pis davranış, yoxsa pis təlim, ya yalançı təlim? A lot of believers would say, well, bad behavior is much worse. Çoxlu imanlar deyir ki, yox, pis davranış doğrudan da çox betər, yəni pis nəticələr gətirə bilər. But it's not true. Amma bu doğru deyil. False teachers and another gospel can do more damage in a person's life than any bad behavior that they will ever experience. Yalançı təlimçilər və onların yalançı təlimi imanlı insanın həyatına daha çox zərər gətirə bilər, nəinki kimlərinsə kilsədə pis rəftarı. In fact, the only antidote for bad behavior is good teaching. Və bir şey də deyək ki, pis rəftara qarşı yaxşı antidot, yəni onun əlacı yaxşı təlimin verilməsidir. Think of the different churches that Paul wrote to. Və düşünün fərqli-fərqli kilsələri ki, hara həvari Paul öz məktublarını ünvanlandırmışdı. First, let's take the church at Corinth. Gəlin əvvəl Korint kilsəsinə baxaq. There were all kinds of problems in that church. O kilsədə hər cür problemlər var idi. I mean, they might have been the most dysfunctional church in the New Testament. Və yəqin ki, Əhd-i-Cədid dövründə ən belə yəni fəaliyyət göstərməkdə çox zəif olan bir kilsə idi. And yet, Paul began his letter in 1 Corinthians by reminding them of who they were in Christ. Amma bütün bunlara baxmayaraq, həvari Paul onlara məktubu yazanda, məktubun əvvəlki sətirlərində bu imanların Məsihdə kim olduğunu qeyd edir. And he talked about the faithfulness of God and the goodness of God. Və Tanrının sədaqətini və Tanrının xeyirxahlığını o imanlara qeyd edir. He acknowledged that they had a lot of problems, but God was going to address those problems with healthy Bible doctrine. O etiraf edir ki, bəli, kilsədə çoxlu problemlər var, amma Tanrı sadiqdir ki, sağlam təlimlə o problemlərə müraciət etsin. So the bad behavior that existed in the churches at Corinth Belə ki, Korint kilsəsində mövcud olan pis rəftarlar ki var idi, was going to be addressed by the healthy Bible doctrine.
Bibliyadan irəli gələn sağlam təlim vasitəsilə o problemlər öz həllini tapacaqdır. But in the churches of Galatia, Amma Qalatiyalarda olan kilsələrdə we don't read about any bad behavior. biz o kilsədə hər hansı bir pis rəftar haqqında oxumuruq. We hear a lot about false teaching. Bu Qalatiyadakı kilsələrdə çoxlu yalançı təlimlər haqqında oxuyuruq. Another gospel replacing the gospel of the grace of God. Yad müjdə Tanrının lütfünü ixtisar etmişdi. And Paul's letter to the churches of Galatia, he was emphatic, he was demonstrative, he was angry and upset at those who were preaching another message. Və Həvari Paulun Qalatiyaya kilsələrinə yazdığı məktublarda o çox güclü şəkildə empatiyasını göstərirdi. O nümayiş etdirirdi ki, nə qədər o narahatdır, nə qədər o qəzəblidir ki, kilsədə bu cür yalançı təlimlər cərəyan edir. He's saying that there is nothing more dangerous than false teaching. Həvari Paul deyir ki, yalançı təlimdən daha betəri, daha pis bir şey kilsədə tapıla bilməz. We don't get so worried about bad behavior if bad behavior is being addressed by healthy teaching. Əgər kilsədə pis rəftar varsa və pis rəftara qarşı sağlam təlimlə müraciət edilirsə, onda bu bizim üçün böyük problem deyil. But there is nothing more dangerous for our churches than false teaching. Amma bizim kilsələrimiz üçün ən böyük təhlükə o vaxtdır ki, kilsələrimizə yalançı təlimlər cərəyan etsin. And this is why Paul is warning Timothy and saying, Timothy, you've got to separate yourself from these false teachers. Ona görə də Həvari Paul dəfələrlə Timoteyə, gənc Timoteyə deyir ki, Timotey, sən özünü bu yalançı təlimçilərdən uzaq saxlamalısan, onlardan yan durmalısan. And we've all been called to a life of separation. Biz hamımız imanlı olaraq Tanrı üçün ayrılmış həyata çağırılmışıq. And that includes the sins of the flesh. Bu eləcə də cismani təbiətimizin günahlarına da aiddir ki, biz günahlardan da özümüzü ayırmalıyıq. So in verse 22, Paul writes and says, so flee youthful passions and pursue righteousness, faith, love and peace. Burada Həvari Paul 22-ci bənddə deyir ki, gənclik etirazlarından qaç, təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salihliyin, imanın, məhəbbətin və sülhün ardınca get. And as you follow righteousness, faith, love and peace, follow along with those who call on the Lord out of a pure heart. Yəni bu dördün, salihliyin, imanın, məhəbbətin və sülhün ardınca getdikcə bunu Rəbbi çağıranlarla birlikdə et. You see, the separation in our lives brings us into fellowship with others who call upon God with a pure heart. Və görürsüz, imanlı həyatımızda Tanrı üçün ayrılmış mövqeyimizi tutanda, yəni ayrılanda bu bizi digər imanlılarla, Rəbbi tərəfindən çağrılanlarla birliyə gətirir, onlarla ünsiyyətə bizi gətirir. The call of God is not a call to isolation, it's a call to separation. Tanrının çağırışı bu bizi təcrid etmək üçün, izolyasiya etmək üçün deyil. Bu bizi Tanrının özü üçün ayırmağa yönəlib. Because all of us want to be used by God as vessels of honor. Çünki biz hamımız istəyirik ki, Tanrı bizi şərəfli qablar kimi öz evində istifadə etsin. And what are the three things that we need as vessels that can be used and bring great honor to God? Və Tanrıya şərəf gətirə biləcək və yaxşı istifadə olunacaq qablar olaraq üç şey əsas məqamlardan nədir? I think the first one is, as vessels, we must be empty. Məncə düşünürəm birincisi bir qab kimi biz əvvəla boş olmalıyıq. Empty of ourselves so that we can be filled with who God is. Yəni özümüzdən boşalmalıyıq. Yəni qabın içində biz özümüz olmamalıyıq, boş olmalıyıq ki, o qab Tanrı ilə dolsun. I think sometimes the challenge that God has in our lives is not being able to fill us, but Him first having to empty us. Düşünürəm ki, bəzən bizim həyatımızda çətinlik yaradan məqam odur ki, o deyil ki, Tanrı bizi doldura bilmir. Amma ondadır ki, Tanrı bizi o qabımızdan boşalda bilmir ki, biz özümüz o qabdan çıxaq, yəni qabımız boş olsun. He has to empty us of our own strength, of our own wisdom, of our own ability to order our steps. Tanrı bizim qablarımızı öz gücümüzdən, öz müdrikliyimizdən, öz bacarıqlarımızdan azad etməlidir. And the second thing, after God empties us, is that
he cleans us. Və Tanrı bizim qab olaraq bizi boşaldandan sonra ikincisi Tanrı bizi təmizləyir. How does he clean us? Və necə Tanrı bizi təmizləyir? Jesus said, now you are clean through the word which I have spoken unto you. İsa şagirdlərin deyir ki, indi mən sizə dediyim söz vasitəsilə siz təmizsiniz. How does he make us clean? How does he sanctify us? He says, sanctify them through thy word. Thy word is truth. Necə Rəbb bizi təmizləyir, necə o bizi təqdis edir? İsa deyir ki, öz sözünlə ey ata onları təqdis et. There's something wonderfully cleansing about the preaching of the word of God. Tanrının sözünün, vəzinin heyrətamiz təmizləmə xüsusiyyəti var. So God wants to manifest himself through the clean vessels that he raises up and chooses. Tanrı qaldırdığı və istifadə etdiyi, seçdiyi qablar vasitəsilə özünü, öz təbiətini bəyan etmək istəyir. If friends were to come over to our house and visit us for dinner or for a meal, I don't say to my wife, oh, get all the dirty dishes ready for them. Təsəvvür edin ki, evimizə qonaq gəlir ki, şam yeməyinə yığışacağıq. Mən yoldaşıma demirəm ki, get oradan çirkli bir qablardan falandan gətirginən süfrəni düzək. No, we say, let's get the cleanest, let's get the fine china, let's present that because these are our guests, our friends. Deyirik, yox, təmiz qablar gəlsin, farfor qablar gəlsin, keramik qablar gəlsin, çünki bu bizim əziz dostlarımızdır, biz şam süfrəsinə oturacağıq. And this is why we say to people, well, sometimes people say, I want to come to church, but I gotta clean myself up. Və bəzən adamlar deyir ki, bəli, mən kilsəyə gəlmək istəyirəm, amma əvvəl özümü təmizləyim, paklanım, sonra gələrəm kilsəyə. I often say to people, no, don't bother cleaning yourself up. Just come to church and God will clean you. Mən o cür adamlara deyirəm ki, yox, narahat olma ginən, özünü təmizləməyə heç çalışma ginən, kilsəyə gəl ginən, Tanrı bu işi sənin həyatında görəcək. There's something wonderful about personal purity in our lives. It gives us such great peace. Və şəxsi paklığın heyrətamiz xüsusiyyəti var həyatımızda. O bizə çox sülh verir. And God has the power to purify our hearts. Və ürəklərimizi paklamaq üçün Tanrıda heyrətamiz qüdrət var. So we become empty vessels, clean vessels, and then lastly, available vessels. Biz boş qab oluruq, ondan sonra biz təmiz qab oluruq, ondan sonra da biz əlçatan qablar oluruq. That's all. We just say, Lord, here I am. Və budur, biz sadəcə Rəbbə deyirik, Rəbb, budur, mən buradayam. I know that sometimes my life, it looks more like a mess than it does the message that you want me to carry. Və bilirəm ki, həyatım bəzən böyük bir qarmaqarışığa oxşayır, nəinki həmin o qab ki, sənin müjdəni paylamalıdır ətrafa. But I am available. Amma budur, mən buradayam və mən əlçatanam. And in my heart, I want to be a good steward of God. Və öz ürəyimdə, ya Rəbb, mən sənin yaxşı təsərrüfatçın olmaq istəyirəm evində. I want to be a faithful soldier. Sənin sadiq əskərin olmaq istəyirəm evində. I want to be, a top tier athlete. Mən istəyirəm ən yüksək zirvəyə qalxa biləcək idmançın olum sənin evində. I want to be a clean and available vessel. Mən sənin evində olmaq istəyirəm. And I want to be used by you, Lord. Və mən istəyirəm, ya Rəbb, ki, sən məni istifadə edəsən. So we'll close with a prayer. Budur ki, gəlin dua sözləri ilə dərsimizi bitirək. Lord, thank you. We are in your great house. Ya Rəbb, biz minnətdarıq ki, sənin böyük bir evindəyik. And we sometimes we wonder how we got there. Bəzən belə təəccüb edirik ki, mən necə bu evə düşdüm axı. But you called us, you chose us. Amma sən bizi çağırdın və bizi seçdin. And we're so thankful that we're a part of your great house. Və biz minnətdarıq ki, biz sənin böyük bir evin hissəsiyik. And help us, Lord, as we continue to live our separate lives. Və sənin üçün ayrılmış həyatlarımızı yaşamağımızda Rəbb, sən bizə kömək et. We recognize we are not of this world. Biz başa düşürük ki, biz bu dünyadan deyilik. We do not belong in this world. Biz bu dünyaya məxsus da deyilik. But help us as we continue to function as ambassadors for you in this world. Amma bu dünyada sənin elçilərin kimi irəli getdikcə səndən xahiş edirik ki, bizə kömək edəsən. Remind us that we are pilgrims and strangers while we are here. Bizim yadımıza sal ki, biz yer üzündə olarkən biz sənin zəvvarların və sənin qəriblərinik.
And as your vessels, Lord, we pray that you would empty us Və sənin qabların olaraq biz, ya Rəbb, səndən xahiş edirik ki, bizi boşaldasan, and fill us bizi doldurasan, and keep our hearts purified. ürəklərimizi paklanmış şəkildə saxlayasan, And may we find ourselves available to you always. ki, nəticədə biz daima sənin üçün əlçatan olaq. Thank you for this time today, Sənə bu vaxtımıza görə bugün minnətdarıq. and bless each one that's listening. Və burada qulaq asan hər bir bacı qardaşımıza görə xeyir-dua verməyini səndən istəyirik. In Jesus' name, amen. İsa'nın adıyla dua etdik. Amin.